Masallı rayonunda yol polisi əməkdaşları tərəfindən növbəti reyd keçirilir, sürücülərin sənədləri, nəqliyyat vasitələrinin texniki vəziyyəti və yol hərəkət qaydalarına əməl olunması ciddi şəkildə yoxlanılıb. Qanun keşikçiləri bir daha göstərib ki, yol hərəkətində məsuliyyətsizlik və qayda pozuntularına qarşı nəzarət hər zaman gücləndirilir, heç bir qanunsuzluğa göz yumulmur. Masalda keçirilən reyd bir daha sübut etdi ki, yol hərəkətində qaydalara əməl etməyən hər kəs qanun qarşısında cavab verəcək. Səsləndirdi Haqq Səsi TV1-in əməkdaşı İbrahimova Əfsanə. Efirə verdi Haqq Səsi TV1-in rəhbəri Elxan Müzəffəroğlu. Başqada istifadə etmədiklərinə görə tərəfimizdən saxlanıldı. Yoxlama zamanı məlum oldu ki, idarə etdiyi nəqliyyat vasitəsində ödənməyən cərimələri var. Buyurun, yəni ödənməyən cərimələriniz vardır. Bəli, ödəyəcəm. Xeyr. İndi bildiniz. Bəli. Xeyr. Təzə almışam maşını, indi yazdırmışam adımı götürəcəm. Bilirsiniz, sürücülük vəsiqəsi. Bilirəm olmaz, yəni indi dolanışığımız bundan çıxır da, indi ona görə. Sürücülük vəsiqəsi yoxdur da, yoxdur. Heç nəyim yoxdur. Yəni, özüm də xəstəyəm. Qaydaları pozan sürücülər barəsində tərəfimizdən qanunla müvafiq tədbirlər görüldü. Piyadaların və nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə bu kimi tədbirlərimiz davam etdiriləcək.